Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Günün ən səs-küylü və müzakirə olunan xəbərləri ilə qarşınızdayıq. Türkiyədən İsrail prezidenti ilə bağlı şok qərar verildi, səfərə icazə verilmədi. Ölkə gündəmini silkələyən daha bir hadisə, Memarlıq və İnşaat Universitetində yanğın başladı, əraziyə dərhal müdaxilə edildi. Sensasiya yaradan iddia isə hər kəsi təəccübləndirir. Azərbaycan ordusu Ermənistanı qoruyacaq. Bu planın detalları iyundan sonra açıqlanacaq. İdrak liseyində baş verən güllələnmə hadisəsi ilə bağlı yeni məqamlar üzə çıxır. Müəllimə işdən özü çıxıb, yoxsa çıxarılıb? Vəkilin açıqlaması suallara qismən aydınlıq gətirdi. Digər diqqət çəkən xəbər, Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı mühüm qərar verdi. Regionda gərginlik artır, İran Amerika Birləşmiş Ştatları məğlub etməyin yolunu digər ölkələrə öyrətmək niyyətindədir. Ən son və ən dəqiq xəbərlər üçün bizi izləmədə qalın. Türkiyə hökuməti İsrail prezidenti İshak Herzoqun təyyarəsinin ölkənin hava məkanından istifadə etməsinə icazə verməyib. No Comment az xəbər verir ki, Astanaya səfər etməyə hazırlaşan Herzoqun uçuş planı Ankaranın qəti imtinası ilə qarşılaşır. Məlumata görə icazə verilmədiyi üçün marşrut son anda dəyişdirilib və İsrail prezidentinin təyyarəsi Avropa, daha sonra isə Rusiya hava məkanından keçərək mənzil başına çatıb. Qeyd olunur ki, Türkiyə səması İsrailin rəsmi nümayəndə heyətləri üçün tamamilə bağlıdır. İsrailin mülki aviaşirkətləri isə Türkiyə hava məkanından yalnız tranzit reyslər üçün istifadə edə bilərlər. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində yanğın başlayıb. No Comment az xəbər verir ki, bu dəqiqələrdə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində yanğın olub. Məlumsuz görə, tələbələr universitetdən təxliyə edilirlər. Universitetin mətbuat xidməti Nicat Abdullayev faktı təsdiqləyib. Bəli, universitetin bir hissəsində yanğın baş verib. Hadisə yanğın söndürənlərin tam nəzarətindədir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Tələbələrdən xəsarət alan yoxdur. Yanğın söndürüləndən sonra hadisənin hansı səbəbdən baş verdiyi araşdırılacaq. Ali Məhkəmədə ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb. Oxu-az Teleqrafa istinadən xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib. Aparıcı ilə bağlı bəraət qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, Z. Baxşəliyevə qarşı Cinayət Məcəlləsinin 147-ci böhtan və 148-ci təhqir maddələri üzrə ittiham irəli sürülmüşdü. Ermənistanın KTMMT-dən çıxması haqda qərar mövcud vəziyyətdən asılı olaraq qəbul ediləcək. Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərə bildirib. Sonda biz kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından çıxacağıq. Ya yox, bu artıq başqa məsələdir, bunu deyə bilmərəm. Buna görə də qərarı mövcud vəziyyətdən çıxış edərək verəcəyik, Baş nazir qeyd edib. Belə görünür ki, bu dəfəki seçkilərdə Paşinyan ciddi uğur qazansa, Ermənistanın rəsmən KTMT-dən çıxması qaçılmaz olacaq. Yoxsa Paşinyan seçki ərəfəsində Ermənistanın KTMT-dən çıxması haqda qərarın mövcud vəziyyətdən asılı olacağını niyə desin ki? Azərbaycan Ermənistanın təhlükəsizliyinə qarant ola bilərmi? No Comment azın məlumatına görə deputat Azərbadamov Musavat Coma bildirib ki, Paşinyanın verdiyi açıqlama İrəvanın yekun təhlükəsizlik strategiyası formalaşdırmadığını göstərir. Onun fikrincə, bu yanaşma həm daxili siyasi amillərlə, həm də xarici geosiyasi balans axtarışları ilə bağlıdır. Əgər Ermənistan ənənəvi təhlükəsizlik mexanizmlərindən uzaqlaşarsa, yeni təhlükəsizlik modelini harada və necə quracaq? Məhz bu nöqtədə Azərbaycanın regionda yaratdığı yeni reallıq xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan yalnız hərbi siyasi deyil, həm də diplomatik müstəvidə region üçün yeni çərçivə formalaşdırıb. Bu çərçivənin əsasını isə qarşıdurma deyil, sülh, sabitlik və əməkdaşlıq təşkil edir. Azərbaycanın irəli sürdüyü əsas prinsip dövlətlərin suverenliyi qarşılıqlı şəkildə tanınmalı.
Sərhədlərin toxunulmazlığı təmin edilməli və münasibətlər düşmənçilik yox, əməkdaşlıq üzərində qurulmalıdır. Deputata görə Azərbaycan Ermənistanın təhlükəsizliyinə qarant ola bilərmi sualına fərqli prizmadan yanaşmaq lazımdır. Klassik mənada yanaşsaq, yəni hərbi ittifaq və ya birbaşa müdafiə öhdəliyi şəklində real deyil. Amma daha mühüm və real olan başqa model mövcuddur. Əgər Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanarsa, regionda tamamilə yeni təhlükəsizlik mühiti formalaşacaq. Bu mühitdə müharibə ehtimalı kəskin şəkildə azalacaq, hətta demək olar ki, uzun müddətli perspektivdə aradan qalxacaq. Çünki sülh sazişi yalnız siyasi sənəd deyil. Bu həm də qarşılıqlı öhdəliklər, iqtisadi əlaqələr və etimad mexanizmləri yaradır. Digər tərəfdən, regionda əvvəlki gərginliklərin və müharibə risklərinin əsas mənbələrindən biri məhz Ermənistanın əvvəlki siyasəti olub. Yeni reallıq isə bu yanaşmanın artıq işləmədiyini göstərir. Bugünkü şərait Ermənistan üçün seçim imkanını yaranır. Bu ya köhnə təhlükəsizlik illüziyalarına bağlı qalmaq, ya da yeni regional reallığa uyğunlaşmaqdan ibarətdir. Əgər Ermənistan bu yeni reallığa vaxtında adaptasiya olunarsa, əslində öz təhlükəsizliyini daha effektiv şəkildə təmin etmiş olacaq. Bu halda onun kənardan təhlükəsizlik qarantları axtarmasına da ciddi ehtiyac qalmayacaq. Deputat əlavə edib ki, Azərbaycanın təqdim etdiyi təhlükəsizlik modeli məhz regionu rəqabət və qarşıdurma məkanından əməkdaşlıq və inkişaf platformasına çevirmək üzərində qurulub. İdrak liseyində bir müddət əvvəl baş vermiş silahlı insident zamanı yaralanan müəllimə ilə bağlı yeni məlumat yayılıb. Oxu Az, Modern.az-a istinadlı xəbər verir ki, hadisə zamanı xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb. Silahlı insidenti törədən şagirdə gəlincə isə iddialara görə istintaq yekunlaşdıqdan sonra təhsilini davam etdirməsi üçün ailəsi tərəfindən onun Londona göndərilməsi planlaşdırılır. Qeyd edək ki, bu yaxınlar İdrak liseyində silahlı insidentdə xəsarət alan müəllimə Şəhla Kamilovanın işindən ayrıldığı ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Oxu Az, Qafqaz İnfoya istinadən xəbər verir ki, bu barədə Şəhla Kamilovanın vəkili Vüqar Əliyev məlumat verib. Müəllimə işdən ayrılmayıb, sadəcə olaraq qısa müddətlik bülletenə çıxıb. Ailə bu kimi yanlış, təsdiqlənməmiş məlumatların eyni zamanda gələcəkdə fotolarının yayılmasından narahatdır, deyə o bildirib. İran Amerika Birləşmiş Ştatları məğlub etmək təcrübəsini tərəfdaş hesab etdiyi ölkələrlə bölüşməyə hazırdır. Publika Az xəbər verir ki, bu barədə İranın Müdafiə naziri Rza Talaynik deyib. İranlı nazir bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatına, AET-ə üzv ölkələrə dəstək verə bilərlər. Təşkilata üzv ölkələrlə müdafiə sahəsindəki təcrübə və texnologiyanı bölüşməyə hazırıq. İran Amerikanı məğlub etmək təcrübəsini də təşkilatdakı tərəfdaşları ilə bölüşə bilər, o deyib. Rza Talaynik qeyd edib ki, İran müdafiə potensialını artırmağa və ordunun ehtiyaclarını ödəməyə davam edir.